Hörmətli cənab prezident və Azərbaycanın nümayəndə heyəti, sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il öncə Slovakiyaya səfər etməyinizə baxmayaraq, o rəsmi səfər deyildi. Ola bilsin, o konferans və ya digər tədbir ilə bağlı idi. Mən çox minnətdaram ki, siz hökumət üzvlərindən ibarət bu cür geniş tərkibli nümayəndə heyəti ilə gəlmişsiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir. Əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil. Onların hələ də böyük inkişaf potensialı var. Biz çox sahələri nəzərdən keçirəcəyik. Təkbətək görüşdə çox səmimi müzakirəyə görə həmçinin minnətdaram və həqiqətən yüksək dəyərləndirirəm. Ümidvaram ki, iki tərəfli nahar və Bratislava qəsrində dövlət ziyafəti zamanı bizim gündəliyə baxmaq üçün xeyli imkanımız olacaq. Bir daha qeyd edim ki, siz dostlarınız yanına gəlmişsiniz. Biz sizi, ölkənizi özümüzə dost hesab edirik. Çünki sizinlə dəfələrlə görüşmək imkanımız olub. Çox məmnunam ki, baş nazir qismində səfərim zamanı sizinlə görüşdüyüm vaxtda biz münasibətlərimizi gücləndirmək qərarına gəldik. Belə fikrə gəldik ki, Bakıda səfirliyimizi açsaq əla olar. Hökumət olaraq biz həmin qərarı qəbul etdik. Siz də eyni qərar qəbul etdiniz. Çox şadam ki, hazırda masa arxasında səfirlər də əyləşib. Biri Bratislavadan, digəri Bakıdan. Düşünürəm ki, bu addım çox faydalı oldu. Biz həmçinin ölkələrimiz arasında komissiyanı yaratmaq qərarına gəldik. Sonuncu iclas 2024-cü ildə keçirilib. Növbəti iclas 2026-cı ildə nəzərdə tutulur. Bir sözlə, işlər gedir. Əlbəttə, mən hökumət üzvlərinin çox saylı səfərlərini də qeyd etməliyəm. Tək prezident və baş nazirlərin səfərləri deyil, digər səfərlər də olub. Çox məmnunam ki, Müdafiə naziri səfərinin çox uğurla keçdiyini mənə bildirdi. O, həmçinin parada dəvət olundu. Mühüm milli gün qeyd edildi. O, mənə söylədi ki, onun sahəsi ilə bağlı əla görüşləri baş tutdu. Çünki onun özü çox fəal nazirdir. Potensial böyükdür. İqtisadiyyat naziri də buradadır. Bu, bizim üçün bu anda çox vacib mövzudur. Çünki enerji təchizatına gəldikdə Slovakiya hazırda çox ağır vəziyyətə düşüb. Görürük ki, uzun perspektivdə Azərbaycan hər variantının bir hissəsi ola bilər. Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Onlar bu qərarı 27 adından qəbul ediblər. Müddət çox qısadır. Şirkətlərimiz buradadır. Çox şadam ki, siz SOCAR prezidentini də nümayəndə heyətinə daxil etmişsiniz. Çox konkret söhbət apara bilərik. Azərbaycan enerji təchizatının şaxələndirilməsində rol oynaya bilər. Çünki hazırda, cənab prezident, biz boru kəmərinin sonundayıq. Əslində, Qərbi Avropa istiqamətində biz hər zaman əvvəldə olmuşuq. İndi isə boru kəmərinin sonundayıq. Təsəvvür edə bilərsiniz, bu nəyə baha başa gəlir. Bir daha, cənab prezident, xoş gəlmişsiniz. Sizi burada qəbul etmək bizim üçün və bütün Slovak xalqı üçün böyük şərəfdir. Təşəkkür edirəm. Xoş sözlərə görə çox sağ olun, cənab prezident. Dəvətə və qonaqpərvərliyə görə minnətdaram. Çox şadam ki, biz Bratislavada görüşürük. İl öncə Bakıdakı görüşümüz xatirimdədir. COP29 konferansında iştirak etdiyinizə görə sizə bir daha öz təşəkkürümü bildirirəm. Sizinlə xeyli söhbət etmək imkanımız oldu. Siz baş nazir kimi səfərinizi və səfirliyin açılmasını xatırlatdınız. Əslində, biz ikimiz Slovakiya ilə Azərbaycan arasında münasibətlərin aktiv fazasını başladıq. Əlaqələr bugün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış strateji tərəfdaşlıq haqqında bəyannaməni imzaladıq.
Həmçinin biz Baş nazirin müavini və Müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir. Siz energetikanı qeyd etdiniz. Ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq görülmüş işlər vacibdir, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən Slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq. The President of Slovakia also congratulated the President of Azerbaijan on the historic achievement of peace between Azerbaijan and Armenia in Washington. President Ilham Aliyev expressed his gratitude for the congratulations. During the conversation, both sides expressed satisfaction with the participation of Slovak companies, as a friendly country, in the reconstruction of the liberated village of Bashgarvand in the Agdam district under the Smart Village concept. They also praised the successful cooperation between Azerbaijan and Slovakia in the fields of energy, transport, and the defense industry. It was noted that Slovakia has supported the development of Azerbaijan's relations with the European Union. President Ilham Aliyev invited the President of Slovakia to pay an official visit to Azerbaijan, and the invitation was gratefully accepted.